Muhammed də gəl. Gəl sən də otur. Allah bilir. Selam getdi. Səs də gedir. Səs getdi. Bir də hamı şeyləsin, yoxla bəzi axırın səfər 1. Hə. Salam. Nuş olsun. Qonağımız Qərənfil xaladır. Kimdir Qərənfil xala? İsmayıl rayonu, Osmanlı Qərənfil qərib qızı TikToker. TikToker. Sən ki, hələ belə inamlı giriş eləyən olmamış. Necəsən ay Qərənfil xala? Yaxşıyam, sağ ol. Siz necəsiz? Şükür, yaxşıyıq biz də. Yaxşı olur həmişə. Sağ ol. Gözləyirdik elə, neçə vaxtı gözləyirdik ki, gələsən. Məncə Hə. izləyicilər də gözləyirdi. Hə, gəldim bu da mən. Gəldim qulluğunuza hazıram. Qərənfil xala, nə edirsən? Danış görək özündən. Harda doğulmusan, harda İsmayıl böyümüsən? rayonunda, yuxarı Cülyan kəndində. Cülyan. O gün kimsə yazmışdı ki, Getmişdi. o gün kimsə yazmışdı ki, bu Cülyan ləhcəsidir, aşağı başın Doğrudan. ləhcəsi deyil. Hə, kimsə o qaqaş kimsə onu taparam, göndərərəm, qoyarsan şeyə. Cülyan necə tanıyırsan? Cülyan gölünə getmişdi. O Cülyan, yuxarı Baba dağının yanı. İndi hansı hardasan bəs? İsmayıl Aşabaş kəndi. Bəs niyə gəldin ora? Köç edər. Zəlzələ ilə bağlı ev tikdi bizə prezident, Allah canı sağ eləsin. Minnətdaram ona, gəldi köçüb. Bəs nə ilə məşğulsan sən? Nə bilim valla, kimisə qapısına gedib işləyirəm 5 manat, 3 manat belənçi. Amma bildiyim qədərindən daha çox alma yığırsan. Hə, Alma alma yığmaq. yığıramdan deyədi, Allah bərəkət versin, olur. Çörək pulunu çıxartıram. Bir də bizon qabı yığırsan. Bizon qabı, bizon qabı yığdım ki, hel. Oldu da, gördüm hər şeyi. Qərənfil xala, bəs sən təhsilin zadın olub bildiyim Orta qədərilə. təhsilli. Sən bizə dedin ki, musiqi ilə zadla da məşğul O olmusan. vaxt olubdu. Qərənfil xala, gəl belə başlayaq. Bizim videolarımızı gördün birinci. Bəli, gördüm. Nə hiss keçirdin, nə reaksiya verdin? Laf yaxşı, sevindim, çox gözəl. Çox sağ ol. Allah razı olsun. Güldün yəni birinci görəndə. Birinci görəndə güldüm, sonra sevindim. Dedim bir tək, ay Allah, bu insanları mən görədim. Biz bəzi oturub söhbət edirik. Şükür Allaha da gördüm. Biz də xeyli Qərənfil xala videolardan sonra xeyli fikirləşdik ki, Qərənfil xalanı tapmalıyıq zat. Amma açığı bilmirdik. Elə bilirdik ki, məsələn, gələcək səni tapacağıq, bizə də söyəsən. Aqressiv. Biz ən çox ona görə tərəddüd elədik. Qorxuruq ki, bizə əsəbisən sən. Yo. Amma biz sənin dərdlərini çatdırdıq da. Allah Hər kəsə köməyiniz çatdırdıq. olsun. Allah razı olsun. Qəzin açıq. Bəs yaxşı belə bir şeydir. Ən çox hansı temaya gülmüsən və ən çox sevdiyin obraz kim idi? Hələ hamımız, fərq yoxdur. Yox da misal üçün bir moment var ki, orada da qəşş elədin güldün. Yox, Allah, hamısı. Mən amma birini bilirəm. Keçən dəfə demişdin. Nəyi? O ağac çoxma səhnəsi. Mən derim çox Laf bəyənirsən. reyncə oldu. Ağac Çox məsələsi. güldün ana. Baxmışlar da, qonşulara baxmışdı. Hə, sən özü rəy zadda yazmısan, biz görməmişik. Hə, sonra amma axırıncı dəfə rəy yazanda ürəklədim. Lap bir dənə başa tutturmaq da olsaydı onu eləyəcəkdim. Yazmış ki, bunlar mənim dostumdur. Dostum. Qəşəng komik, xoşum gəldi. Şey Hə, oldu. komik idi. Devə Tunca ilə Polad. Benim dostum. Benim dostumsun. Bəs o biri verilişlərə falan çıxdın, nətər oldu? Valla çıxdım, mənə heç bir şey olmadı. Ümumiyyətlə necə Niyə? bir həyatında necə bir dəyişiklik oldu? Məsələn, bu son 1 ayda da belə. 1 ay əvvəl prosesdə Sizi tapandan sonra laf yaxşı oldu. Hə. Çox sağ ol. Yəni məşhurluq Məşhurluq necə sizdən bir var. hissdir? Əladır. Doğrudan. Allah haqqı, laf Bəs qəşəngdir. Bakıda, yəni Bakıya gələndə bu məşhurluğu daha çox hiss elədin, yoxsa rayonda elə? Və bu Bakıya gələndə də rayonda da fərqi yoxdur. Tanıyırlar, buralarda da tanıyırlar səni görəndə. Bəli, şəkil çəkdirən var. Hə, bax Burdan üzümüz. Qərənfil xala getdik deməli İsmayılıya, gəldisə tapdıq yolda. Dedik ki, Qərənfil xala söy bizi, söymədi. Söymədin. Çox sağ ol. Görsən, həm Çox çox sağ sağ ol, həm də sağ insanlar ol. dedi ki, bəs niyə Qərənfil xala söymürsən? Hə. Yox. Çünki dostuyuq. Dostluq Əlbəttə biz. ki. O dedi ki, Bu mən baxın, söyə bilmərəm mən- sizə. Mən baxırda söyməliləri söyürəm, söyməməliləri yox. Heç söyməməli insanlarıq. Bizi amma elə belə bir söy də Qərənfil xala. Yox. Yox. Ördəkdən bək yaparlar. Vur bana. Oğurlayaram ha. Qərənfil xala, bu ördəkləri yığıb deyinirsən sən. Nəsə ya da yoxdur. Yox, Bəs Yoxdur. bunları sən axırda yəni kəsib yemək üçün saxlayırsan. Satırdım da ona. Neçə ördəyin oğurlandı total? 10 dənəsi. 10 dənə getdi. 10 dənə oğurlanıb. 20 Ola manatdan bilər ki, bu ördəklər özləri
qaçsınlar. Yo, bəhş yerə bağlayırsan, saxlayıram da. Yo, bəhş yerə. Kimsə Bir də eşitdiyim qədərindən sənin həyətində xeyli it var imiş. Çox it saxlayırsan Hə, deyəsən. it saxlayırdım 3-4 dənə var, əlaqalı Onu da Şahin vurdular. keçdi başından. Bəs bunu niyə saxlayırsan? Təhlükəsizlik üçün birdən kimsə gəlib ki, Seymur əl çəkmir, daş qərəfili öldürəcək, nə bilim nə edəcək. Pitbull müğənni də oradaymış deyəsən. Mən onu öldürəcəm. Bir iki dəfə də iti vurmuşdu, çıxıb qonşu görmüşdü ki, girdi adam həyətə, mən də Sustur yatmışdım. şey Əlbəyax kimi. var. İti vurmuşdu da. Yəni ki, ağac girib həyətə, Ya şapalaqla yoxsa ağacla. Ağac nə? Hə, iti vurmuşdu. Memati. Qonşu zəng elədi ki, bəs şey, həyətə uzaq adam gəldi, mən yatmışdım, yorğun idim. Bəs iti vurdular. Bildim ki, odur. Seymurdan başqa mənim həyətim. Seymurla mais, dədəsi mais. bəs Dədəliqə. bəlkə indi belə günah atırsan, bəlkə o deyilmiş. Elə odur. Mənim qapım ondan başqa gələn yoxdur. Qarolda da əlaqalını qoy Şahini. Şahində var Onda var. eləməsinlər. İti də vurmasın. eləməsin. vur. Mən öldürdülər bir dənə qoca it qaldı. Oradan. Hə, bir dənə qoca it qaldı. Burada maksimum deyə bilirik Bu ki, itə onda öldürməsinlər. buradan salamlar deyə. Adı nədir? Salamlar. Adı nədir? Alabaş Topuş, olsun adı. Topuş. Topuşa salamlar. Hə, Topuşa topuşa salamlar. salamlar. Sağ olun, Hə, sağ olun. Bəs indi Allah burdasan onun yeməyini, suyunu kim verəcək? O gedir yer açıqdır. Hə. Açıq. Gedir tapır zibilxanalardan. Zakaz eləyir. Zibilxanadan Qərəm açırlar xala, çörəyi. eşitdim bəs Space-ə çıxandan sonra, efirə çıxandan sonra səndən bir nəfər evlənmək istəyib. Bəli, olubdur. Bir qoca kişi Qubadan gəldi. Hə. Kişi dedi, istəfirullah. Mən ondan betər olan bir anormal ilə qızı var idi. Gördüm, bir Raufla gördüm şəkil çəkdirirlər. Onda Rauf. Rauf da Mənfi 40 Mənfi 40 dərəcə. dərəcə. apardı, hə. Buradan Orada- Vigarixsə salamlar bu arada. Hə, onda Salam bildim ki, veririz. onda dedi ki, qızımı aparım məştəqəyə qoymuşam, adı dəfilənib. Boşa Hə, bu danışdı səndən əməlli başlı. Kişi, hə, SPS-in qabağında elə efirə çıxmamış. Arzuman gəlincə danışdı. Ondan sonra şey oldu. Kişi, mən sən evlənmək istəyirəm sənə, mənə gərəksə Qubanın nüqədi kəndə dinmədim. Dedim, qoy bir məzələnim bu kimi. Hə, nəsə, verdim nömrəni buna ki, bir məzələnim bunu. Bəs- Sonra dedim ki, yer atdırmaq onun dadı nəhəridir. Ondan sonra İsmaildən də talib düşmüş. Quba qəşəng yerdə amma. Quba qəşəng yerdə amma Qubanın Səbətlər kəndindən kim nəsə var idi. Orada da hekayə Təbriz, var idi. Təbriz, oğru Təbriz. Bu hekayədə bir səbətlər var. Səbətlər. Bir aşağı baş var. Bir də şey. Qalıncaq. Qalıncaq var. Hə. Hə. Nügədi girməsin. Nügədi kəndini qurtarsın. Nügədi qəşəngdir. Hə. Nügədi yox, Nügədi mən. Onda Qərənfil xala, sən o şeyi ciddi ala bilmirəm mən. Mən özüm də görmürəm, amma mən özüm də ciddi alamıram. Öz qulaqları aşağı elə də. Görə bilmirəm ki, bir dənə Bu bura qədər gəlir. Hə, Qərəm xala. Onda o siz o axırıncı videonu evlənməməklə bağlı. O sizə evliliyə təklif eləyən dairəyə görə çəkmisiniz, yoxsa ümumiyyətlə Ofis sosialdan da yazılmış? çəkmişəm ki, istəmirəm, mən ailə qurmaq istəmirəm. Ağlın varsa evlənmə. Yəni TikTokdan falan eləyənlər də var ki, gəlin. Hə, mən tabii, evlənirəm. hə. Sən fikirləşirsən ki, bunların gözü sənin evindədir. Bəli. Niyə elə fikirləşirsən? Bəlkə sevibdir. Yox, sevməz. İndi sevgi yoxdur. Yalandır. Düzdür, sevgi Burada yoxdur. bir dənə edit çıxsın. Hə. Sevgi yoxdur. Niyə sevgi yoxdur? Sevgi O- yalandır, yoxdur. yalan. Qərənfil xala, bəs sevmisən? Yox, mən hətta sevmişəm o vaxt sevdiyim 18 yaşımda avariya düşdü, öldü ondan sonra yox. Hə, Allah rəhmət Allah eləsin. rəhmət eləsin. Ölənə rəhmət. Ondan sonra yox, ondan sonra sevmədim. Qırmızı adam. Mən yerləşir daha oldu. doğrusu 3 dəfə ailəli olmuşam. Biri tuturdum, oğurluq elədi. Sən bayaq da mənə dedin ki, mənim bu həyatda ən zəhləm gedən şey oğurluqdur. Hə, oğurluğa nifrət edirəm. Deyib, o boyda alma bağından oğurluq elədilər, mən ora baxdım, gecə uğradılar. Mən ondan sonra acığım gəldi. Ki, istədilər ki, məndən görsün bağ yiyəsi. Çünki bağ yiyəsi bilir ki, mənim oğurluğum yoxdur. Ələllik yoxdur. Yox, yox, mənə lazımdır. Mən nə heç kimlə heç nə lazımdır. Bütün cəmaət də məni tanıyır. İşlədiyim yerlərdə heç kimlə mən oğurluq eləməmişəm. Gedib işləyirəm, pulumu alıram iş olanda. Onda Niyə? oğurluq eləməsinlər. Hə, onda buradan Deyirik ki, oğrulara deyək ki, siz Oğrulara də deyək əlinizi ki- yerə qoyun. Oğru məşhur Biz də əlimizi qalıncaq- əyməyi. Qalıncaq kəndinin məşhur oğruları idi. Seymur, Elnur, qardaşı Səna, Mayi, listi. Süleyxa. Bunlar Vanda Ay başçı. Qərəm xala, məncə Züleyxanı sən orada Vallahi Araya Züleyxa- Araya qaynatırsan. qatıb Hə, sən deyirsən. Yox, Züleyxa bəlkə Züleyxa Yo, evində yo. o da ördək zad saxlayır. məndə. Züleyxa hamısı gələn oğru. Seymur özü dedi ki, mən Banda dedi, başçısıdır onda. hə, qardaşımla dedi, Sənanla gedib cəmaatın ördəklərini yoğurur, o deyir o almış o. Hə. sən də çox diqqət çəkmisən də. O qədər ördək saxlayırsan, gəl deyirsən cəmaata. Mən yəni onunla dolanırdım. da. Game of Thrones-dakı Əjdahaların anasının adı nə idi? Nə bilim, Daenerys, Daenerys-dir onda şey. Targaryen. Targaryen, hə, onda. Targaryen. Erməni oldu. Züleyxanın adı Magessa Kərimyan.
Onda sən də az ördək saxla bundan sonra. Onlar da gəlib Daha oğurlamasın. yoxdur. Gizlət də Daha ördək. yoxdur. Nə yox, nə Şu yox. bitirdin ördək. Hə, bir biznesini. dənəsini alıb o günü reklamçılar verir, pay. Hə, o eşitdim. Hə, onu da belə yem verəm köşəsin, xırt. Ha. Bəs Dekabrdə. bu videolardan dediyim bu çəkilişə falan kanala getdiniz də. Oradan sizə bir kömək falan eləyən oldular. Kömək deyənə dedilər də indi eləyəcək, amma indi Seymur qaçdı gizləndi. Təbrizdə. Yox, onları qarışdırmayaq, onları boş. Hə, onları Hə, hə. Yox, onu da- olmaz, hə. hələ yox. Hə, Hələ heç bir şey olmur kömək. Elə bilmirsən hel ha hel. Hələ yox, Mən də hələ elə heç bildim, elə kim. bildim, hey hay gəl. Sən ödəniş eləmədilər. Sən o boyda çağırdılar. Mən istədim ki, ziyan vuran insanlara ödəsinlər, ziyanı ödətmədilər. Bağışlayın qərənfil xala, bağışlayın onları getsin. Yox, heç vaxt. Yaxşı, onda Bağışlamadım. qərənfil xala bağışlamış. Heç olmasa deyək ki, birini bağışlayasan qənəfil Heç qala. biri. Birini Onlar seçsən. mənə Heç olmasa Züleyxan bağışladı. Züleyxa sonrası çıxardar da spusaqdan. Züleyxa elə başda dura Züleyxa. Onda Züleyxan bağışlamır. Banda Bəs başçısı. kim? Bir Hələ- nəfər bağışlansa kimdir olar? Heç kimi olardı. Səbətlər kəndində kim idi? Təbriz. Təbriz, oğru Təbriz. Onda ördəyə bağışlayın. Təbriz oğru olduğu üçün statiyası Oğru olduğu üçün, ağırdı. hə. Təbriz də O oğru idi. bağışlanmır. Təbriz də həm geydi, həm oğru idi. Allah, mən onu tutdum bir yerdən o yerə ayrıldım da. Ha, bu ciddi bir iddiaymış. Ən Allah haqqı, Hə, Təbriz. onda Təbriz sən də bağışlanmadın. Məncə artıq Təbrizgilin adını çəkməyək. Hə, başa düşdüm. Biz Bizcə özümüzə qaydaq. fokuslanaq. Sən Qərənfil haqqında xalaya. danışaq, deyib gülək. Bəs bundan sonra planların nədir? Nə etmək istəyirsən? Bir musiqi o qədər maraqlıdır ki. Hə, musiqi olsun da valla mən indiki mahnıları bilmirəm. Çıxıb nə bilim mən qəribi, mən qəribi. Baxım bir şey o nədir? Bəs necə hansı hansı Ay nə uzunmuş o. O nədir? Nə bilmirik, alıbdı tərlan qoyub buralara. O nə? Qərənfil xala, bəs hansı mahnılara həvəsin var? Hansılardan oxumaq O istəyirsən? Pop vaxtın R&B. mahnıları idi ən yaxşı xoş dediyim. O indikiləri bilmirəm. Çətindir mahnılar. Adətən Level müğənnilərdən sual verirsən ki, nətərdir? Özləri də bilmirlər. Məsələn, əziz dostum məndən küsüb Onu incidir. mən eşitməmişəm. Bu vaxta kimi mahnılar eşitməmişəm. Bəs hansını bilirsən? Vəfadarın mahnısı var Rəşid o. Behbudovdan və yaxud O Rəşid bəy, o mən ən çox sevdiyim, ən xoş dediyim mahnı var idi. Gedib eli bağışlamaz. İgid eli bağışlamaz. yenə bir Gedib eldən bağışlanmama. Hə, gedib eldən Qərənfil xala bağışlamır. Deyən görə Heç hansı kim. mahnıdır o? Bir dənə baxaq. İki deli Bəzi bağışlamaz. Semi Cenkindir. O vaxtındır. Remake. Onun yayım hüquqları Mikproya məxsusdur. İgid Buradan- eli niyə bağışlamasın bu arada? Mahnı var da iki deli Yox bağışlamaz. da el buna Bizi küsüb. el bunun O haqqını vaxtın verməyib mahnısı. də. Tam vaxtın biri yox. Bəlkə O vaxtdan yeni bir- bağışlamır. Gedib eldən bölük bölük torpaq bizi bağışlamaz. Dağlar sizə çıxdı dönür, o dağ bizi bağışlamaz. Gedib eldən bölük bölük torpaq bizi bağışlamaz. Dağlar sizə çıxdı dönür, o dağ bizi bağışlamaz. Yeni xəlqin içində qur, bu dəhşəti gəlib unut. Yeni xəlqin içində qur, bu dəhşəti gəlib unut. Desələr ki, ayrılıqdır, iki deli bağışlamaz. Desələr ki, ayrılıqdır, iki deli bağışlamaz. Bağışlamaz, bağışlamaz, iki deli bağışlamaz. Bağışlamaz, bağışlamaz, iki deli bağışlamaz. Çox sağ ol, çox sağ ol. Sağ ol Qərənfil xala. Bəcə onu like da. Qəşəng mahnı. Maşında getdi uşaq mahnı. İndi baxacaq altı qərəm ki. Biz insanların gizli istedadlarını üzərə çıxarırıq. Allah razı olsun.
Şələ qulaqdır da. Sən sus oldu. Qərənfil xala bir dənə söy də bizə. Yox. Tez. Hələ heç kimə bu qədər şey deməmişik ki, bizi söy. Bir dəfə desəydi bizi söyərdi. Amma Qərənfil xala inadla söymür. Çox sağ ol, Söyməmək çox sağ ol. gözəldir. Bizi söyməmək Niyə gözəldir. söyləmisiniz? Siz mənə həmişə yaxşılıq eləmisiniz. Sağ ol Qərənfil xala. Allah sizdən razı olsun. Səndən də. Sağ ol, sağ ol. Minnətdaram. Çox sağ olun. Allah işi zavand eləsin. Sağ ol, sən də bizə ssenari verdin. Əla söz xeyir tapasınız. Sağ ol, çox sağ ol. Allah Təşəkkür haqqı. edirik. Yəni mən sevinirəm ki, sizi kimi mərd insanlarla bu gün oturdum, söhbət elədim, tanış oldum. sağ ol. Sevinirəm Allah haqqı. Çox sağ ol Qərənfil xala. Biz də sevindik ki, sən oturub söhbət edilə biləcək biri imişsən deyə çox sevindik. Biz dediyim kimi ilk başda çox qorxurduq. Yox, dediniz bir də söyərəm. Yox, mən qorxuyacam. Yaşanma söyərdi. Yox, söymərəm heç vaxt. Niyə Biz söyləyəm? gözləyirdik o videonu amma. Buradan Söyle. Instagram aldı qara pişiyə. Yox. Mən dedim dostlarımdır, yazdım altından. Amma bildiyim qədərilə biriləri Qərənfil xalaya deyibdi ki, indi adını çəkməyəcəm bunun kim deyib. Bəs bu uşaqlar video çəkibdi, sənin videovu istifadə ediblər. Gəl onları şikayət eləyək, onların üstündən pul qazanaq kimi bir təklif eləyiblər. Qərənfil xala da qəbul eləməyib bunu. Hələ biz Qərənfil xala ilə görüşməmişdik, tanımırdıq bir-birimizi. O da deyibdi ki, yox, bu uşaqların mənə heç bir pisliyi dəyməyib. Mənim dostlarımdır. Mənim dostlarımdır. Çocuklar benim Mən dostumdur. dedim yox, dəymirəm. Nə də işimiz yoxdur. Nə dedim mənim dostlarımdır. Mən dedim, onu inişmirəm, bunlar da mənə işmir dedim. Həqiqətən Mərd delikanlı. Çox sağ ol. Siz də mənim evladlarsınız. Allah olsun, canınız Bu sağ eləsin. ssenaridə sənsən Polat eləyəmlər. Dəvə Tuncay bizi yəni. Qurtlar Vadisi'nə baxmısan bəs? Ay yox, xoş demirəm. Xoşdamırsan? Bəs Yox. nəyə baxmısan? Nəyi xoş deyirsən? Hansı Vallahi dizləri xoş? heç nəyə, heç televizora maraqlanma, ancaq Ancaq incə. iki deli bağışla. Elə TikTokda fırlanırsan Ha, ancaq. TikTok, YouTube. Nə yaxşı türk Ekran seriallarından sürənə qədər. bəyəndiyin yoxdur. Yox. Var o vaxtın Şabandan zaddan var. Hə. O bəzi. Dərsə Sən sevərsən. Mən də Şaban xoşlayıram. Hə, Kamalçılar. Hə, Kəmal. Ölür Şaban. Şaban. Hansı ən çox bəyənilən? O ki gedir, qaçır belə adı nədir ki? Bəs sən bilərsən. Yəni da desin deyəcəm də. Qaçır gedir axırda nə biçim papağına şey eləyir. bu bomba olan, kör olan deyil. Yox, Kör yox. olur Şaban. Poçtalyon olan. Qaçır şeydə maşının üstündə gedir. Avtobusla gedir. Hə, şey. Qatığı dağıtır kim var? Sakar Şakir. Hə, Sakar Şakir. Necə tapdı? Necə Sakar tapdı? Şakir. Bəs Bütün mən sual günü, verim. bütün günü Şabana bax. Bir sual verim. Sizə Ya mən yenə Şaban, yeyəndə ancaq Qərənfil qabağıma çıxanda sizə bax. Şaban gülməlidir. Şaban Birinci Qərənfil xala desin. Sizə gülməlidir. Yox. Doğrudan. Yox, qəşəngdir. Mən xoşum. sadəcə maraqlıdır. Hə, həmişə də YouTube-da ona baxardım. Şaban, çıxırdım baxardım YouTube-da. Bəs televizorun var evdə. Var qoşmamışam. Qoşmusan. 2 dənəsi var, qoşmuram. Evin neçə otaqlıdır, nə boydadır? 2 otaqdır, amma da Biri ödəyirlər. remontsuz eləyib də. Bir dənə sual verim. Bir Remontsuzdur. də zəlzələ olub. Cülyan kəndində olub o zəlzələ. Hə, bizim evdə uçdu da. Uçdu, uçandan sonra getdim Hə. yazdım. O neçənci zəlzələsində? Hansı zəlzələ? Celal olub? Şəngör deyib ki, 2018. olacaq. 2018-də zəlzələ olub. Hə, 2018-də çətdə Bizim oldu. niyə xəbərimiz olmuyor? İsmailə də olmur, bir yuxarı Cülyanda. Bir dənə Cülyanda olub. Hə. Nə qəribə. Nə? O ilk zona da zəlzələ oldu, Lahıcdan oldu o elə. üzə. Lahıcdan o üzə. Lahaca yaxın idi ora. Mən Lahaca getmək istəyirəm, gedəməmişəm hələ. Oranın Gələrsən, yolları gedərəm şey olurdu burda. ya. Gedərik bir yerə. Hə, Gedərik. hə. Qərənfil xalana götürüb Biz Lahıc İsmaillə nə vaxt gəzintisi eləyək. getsək, orada bilirik də Hə. biz. Hə, bunu elə. Sən danış. Qərənfil Hə, xala. yox, sən alıb bıçaq çərənəcək, yox. Biz Lahaca gedənmədik o gün. Daş Lahaca yağış, getmək hə. olmur da. Yağış, qar, nəsə oldusa Getdik Lahacın. qapısından qayıtdıq. Lahacın yoludur problemdə yəqin ki. Danış Yəni, sən rahat-rahat. Biz də bir Yox. ara verək istəyirsiniz. Yox, yox, dindirəm, istəmirəm. Bəs Azərbaycan hansı rayonlarında olmusunuz? Ən çox hansını bəyənmisiniz? Ən çox bəyəndiyim elə öz İsmailimdir. Amma İsmayılı qəşəng yerdir. Yerli-bazlıq eləyirsən. Ya, İsmail Ya. qəşəng yerdir amma. İsmail öz rayonum. Mən İsmailda Bir də deməli- Göyçayda olmuşam, Göyçayda yaxşıdır. Sən Göyçayda olmamışsan, olmuşsunuz. Mən keçmişəm həmişə. Keçmişik də. Hə, olmuşam, sonra Keçmiş zaman. Ucarda olmuşam, yaxşıdır. Ucar nətər yaxşı olur. Yəni, Yaxşı. Çox ucar üzr istəyirəm dümdüz ucarlardan. Amma ucarlar da Yəni məncə səfalı tərif edəcək. yerdir. ki- Yəni, Yox, Yer yox. yaxşı, cəmaatın deyəmərəm, amma yer yaxşıdır. Yo biz əksinə, Əksinə cəmaatına cəmaatı qarışmırıq. yaxşıdır. Hə, Söyüş gəlir. rədd oldu, sökdüm, dedim rədd oldu. Gey. Elə dedim də İngilvari bir geydən Yox, lazım yox, gedəcək. yox, Zarafat Qərənfil heç bizə gey də demədi. Hə. yox, yox, mən demərəm. Niyə deməsin, mənə bir elə yaxşılıq eləmisən? Mən niyə bax yediyim çörəyə təp yatım? Qəşəng. Özümüz istəyirik özümüz- də. Yox, sən üç gündə mənə desən söz. Bəs İsmayıllı nə ilə məşhurdur səncə? İsmailin nə ilə məşhuru kasıbçılığına, aydınlığına, işsizliyinə.
İki də Orxan verin. Zeynallı trek aldı. Alması ilə deyə bilərik heç Hə, olmasa. alması gözəl. Məncə yox. Yox, İsmail'la- Qubay da alması ilə. İsmail'la İsmail Bir şey də orada tapmalıyıq qız da. sənə- Bal. İpəklə. Bal zat deyildi. Balla, balla və ipəklə Hə. məşhurdur. Hə. Paskalda ipək var, bildiyim Hə, qədərilə. hə. İvanovka ilə. İvanovkası ilə də Hə. məşhurdur. Qərənfil xalası ilə. Qərənfil xalası. TikTok. çox şey yer. Vursun da yox. Kim görür mən deyə TikTok qərəfil xala. Gülürlər ki, səndə hel, nə bilim nə. Denə mən TikToker deyiləm, mən ssenaristəm. Ssenari yazıram. Mən altı qərib şəkil influenceram. Belə deyirəm. Adnan Star belə. Verilişimizin baş sponsoru Soda sodalarıdır. Soda, yeyinti üçün. Verilişimizin o biri baş sponsoru aviases.az-dır. aviases.az. Gəzinti üçün. Bu arada qeyd edeyim ki, aviases.az-da qaynar biletlər var. Orada çox ucuza, hətta İsmail keçən dəfə gördü onu. Biz özümüz bir Az qalmışdı. customer experience. Dostlar, mən yəni yaşadıq. bişirməyə çalışıram bəzən ki. Möhtəşəmdir ya. O gün mən gördüm ki, Varşavaya 60 manata da bilet var. Məsələn, yəni 96 manata. buradan hava Yanır limanına bura 50 normalda. manatdır. Gediş gəliş 200 manat. 96 manata Romaya gediş var. Prosta Var dən yəni- diqqətli olun. Bir dən bunda deyim. O günlər mənim bir müəllimim var idi, kursda mənə dərs deyən coğrafiya müəllimi. Mənə dedi ki, bəs aviases-ə yazmışam filan. Başqa bir Instagramdan yazmışdı. Hə. Aviases adlı bir səhifəyə, fake səhifə idi. aviases.az saytına daxil olun ya da aviases tətbiqini yükləyin. Instagramdan filan heç kimə yazmayın. Ayıb olsun saxtakarlara. Saxtakarlara ayıb olsun. Hə. Deməli, bu gün Qərənfil xala ilə görüşdüm. Liftə minəndə dedi ki, ən qorxduğum şeylərdən biri lift. Hə, vallahi. Hətta indi gətirəndə də dedi ki, mən çıxın məni otaqdan götürün, çünki liftə tək minməyə qorxuram. Niyə qorxursan Qərənfil xala liftdən? Bir dəfə qalmışam liftdə. Necə oldu bu? Ondan xat girdim içəri bilmədim. Lift dayandı yarı yolda. Harda? Qışqırdım ben Bakıda. Qorxumdan nasıl liftə minmirəm. Bəs sabah gəlib desələr ki, İsmayılda ancaq lift olacaq. Hə, onlar o da Yuxarı Julian. adam gedər mən. Yuxarı Julian ancaq liftlə. Yox, Juliana kətində lift yox, uçub dağılıb da, birən qalıb bura. Julianda heç kim yoxdur. Var bizim kətdə, niyə yoxdur? Yuxarı Julianda var, qalan olub da. Hə. Hamı uçmadı ki evlər, köhnələr uçdu. Bizim evdə Nikolay taxta görmüş ev idi. Belə qaldı. Böyür üstə. Amma mənə də oradan maraqlı gəldi. 2018-də bir zəlzələ olub və heç xəbər dəyəri daşımır. Bir dəfə Qərənfil xalanın xəbəri olub belə bir. Orada da xəbər dəyəri neçəsi daşımayıb. də köçdülər də, uçdu, evdikilər rayonda. Yenə də bir xəbər Nə yazsın? Nəsə, Tərlan. İsmailin yuxarı Julian kəndində Tərlan necəsən brat? 3.5 Zəlzələ Yəni, oldu. hə, mən də gücündə gözləyirdim zəlzələ. elə bir Arada şey. olur məsələn Lənkəranda zad da Hə. xəbərlərdə görür də adam. Yəni heç xəbərimiz olmayıb. Bilirsən pis Görən oldu. neçə bal olub? Axır uçdu, ev uçurtdu da. 300 bal. Axır ev uçurtdu, kəlli üstə qoydu. Aviasiya. Yəni də bir onda 4-5 bal var. Evi uçurdubsa. O onda şeydə nə qədər tutur? 4-5 bal. Cərmə. Bravo getdi. İsmayıllı balı. Hə, Gözəl İsmailin balı baldır. əladır, hə. Əla balı, Zaqatala balı, yoxsa İsmayıllı balı? İsmaillə da. Amma Zaqatala Qərənfil. İsmayıldan daha hündürdədir də, Qərənfil xalı. Biraz yerli Oranın bazlıq balını eləməyək. yeyib görməmişəm də. Zaqatala çox hündür dağlarda deyə. Oranın balı daha şey olur. dağlar. Təbii olur, belə deyək. Bir dənə belə deyək göy adam gəlsin. Göy adam köç bayaqdan çağırardıq. Oradan. Gəlsin göy adam. Bəs mənim dirilimi nə vaxt qaytararsınız? Verəcək, Nə verəcək vaxt? Qərənfil xala yaxında. Nə Hə. vaxt? Gələndə İsmayıl'a İsmailiyə gələndə gətirərik. Təzə direl gətirəcəyik. Hə. Bu burdadır. Gətirib gizlətmisiniz burada. Qərənfil xalanın direldə oğurlamışıq bunu. Hə, ayıb Verəcəyik. olsun. Şəxsən mən oğurlamışam. Hə, ayıb olsun. Oğru gey. Hər an gey ola bilərsən. Gey olma nisbəti bu dəqiqə çox Şey mən- yuxarıdadır. Yox, buydu. Baskal En sevdiğim kəndi, Buynuz kəndi yoxsa Lahıc? Hansı daha yaxşıdır? Hansız D o? Hansını hepsi. sevirsən? Valla hamısı birdir. Elə D Hamısı var. hamısı birdir. birdir. Hamısı Sən- bir deyil axı. Mənim ən sevdiyim Laxasdır. Lahıc. Lahıc. İsmayıllı mövzusu olub bu. Bəs yaxşı bir dənə sual. Qərənfil xan, uşaq vaxtı nə olmaq istəmirsən? Uşaq İsmayıllı. vaxtı ən yaxşı müəllim olmaq istədim, dədəm qoymadı. Nə Amma sən müəllimi? demişdin ki, sən İbtidai. Ziyalı ailəsindənsən, düzdür? Bəli. Necə Dədəm necə müəllim idi? olub. İmkan Dədəm vermədi. müəllim olub. Ata İbtidai müəllimi sinif olub. müəllimi 40 il Nanus kəndində Qoydu dərs onu. deyib. Mən unutmam. Niyə olmadın bəs Qərənfil xala? Dədəm dedi ki, yox, sən gedərsən uzaqlara sən bizə kim baxacaq? Yox, İsmayılda olardın da. İsmaildə yaşamırdım onu Öyle yuxarı. olmuyor, İsmaildə 2019-da köçmüşəm də İsmailliyə. Bəs Ona- o vaxta ona qədər qabaq harda? adam. Yuxarı Julianda. Yuxarı Cülyan İsmayılın konum- kəndi deyil. Problemi var, tutuzdura bilmirik. Yox, Cülyan ora- İsmayıldan Ora deyil. İsmayıllı deyil. İsmailin Ucqar kəndidir. Lahı, Hə, hə, hə. Lahıcın Hə, kəndi. İsmailin özünə Hə də özü. Təyinat. Hə, ibtidai sinif müəllimi.
İbtidai sinif müəllimi dədəm olub. Dədəm mən də dedim ki, mən də belə olmaq istəyirəm, qoymadı. Yox, deyir, sən getdin bizə kim baxacaq sonra. Bəs anavız da müəllim olub, düzdür? Elə demişdiniz. O nə müəllim olub? Dil ədəbiyyat. Onu dədəm qoymur işləməyə. Hə, sizin niyə belə dil ötdüyünüz bəlli olub da. Siz həqiqətən mən bir dəfə öz-özümə video çəkmək istədim. Sizin kimi danışmaq istədim də. Gördüm bacarmadım. Bacarmadım. Ciddi deyirəm, ancaq eləyirdim. Doğrudan qərənfil xala, onları sən yazıb oxumurdun Yox. da. O ürəyindən Çox gələnlərdir. qəşəngsən, heç bir diksiya problemi olmadan. Mən onu yazmaq söhbəti yoxdur. Amma biz axırıncı dəfə səndən gəldik video çəkdik, telefona yazdıq, sən də oxudun da. Biz onu paylaşdıq. Nə qədər adam girib yazıbdı ki, yox da, əvvəlki daha təbii idi. Çünki Söyüşlər vardı. həm söyüş, həm də yazıblar ki, özgə yazanı hamı oxuyar. Sənə orada söz soxublar. Sən deyirsən özü yazanı hamı deyir. Elnur derdi də mi, ömrün təkəri, mi, ömrün təkəri. Mən amma baxdım elə o qədər də pis deyil, belə şeir deyə bilir. Mi hissəsi mən tapa bilmədim. O kim aldı? Mimi Mimi bir yəni ki, mızıldamaq. Mızıldanır yəqin. Seymur da oxuyur deyəsən. Sevmirim. Elə belə, nə də. 3-cü kursdadır. Getdi də indi Bakıda Allah harda gizlənibdi. Amma Qərənfil xala elə bir dövr olubdu ki, sən Seymurla zadla aran yaxşı olubdu da, düzdür? Yox valla, Seymur mənə 5 ay ailəli oldu da, 5 ay. 5 ayda da talada əllə düşən apardı. O 5 ay heç bir mehriban vaxtınız olmayıb. Yox, evdə Ancaq ördəklər kayboldu. Oğurluq eləyirdi, talaya da apardı. Mən gedirdim Elaya işləməyə restorana. Robin Hood olub. Oğru evdə dəhşət oğru idi. O deyirdi ki, mənə heç məşə sübut eləyə bilməz. Dəhşət oğru. Mənə heç kim bacara bilməz. Mən deyirdi agentəm. Suka. Suka agenti. 150 manatadır alıram ayda. Bəs Qərənfil xala, siz bu videoları nə vaxtdan çəkməyə başlamısınız? Mən elə bir ildən 2025-dən başlamışam. Yox, yalan deməyin. Çünki 2024-də sizin elə bir videonuz var. Yəqin axırları olub. 3-4 ildir amma 2024-də sizin videonuz. 2024-dən bəri bəyanatlar başlayıb. Tam təsdiqlənmə ki, videolar efirə vermək üçün əsas məqsəd nə 2025-də. İlk ördəkdən bəri artıq. Amma zor oldu. Yəni gəlib demisiniz ki, evdəki mən bundan sonra bunları ifşa eləyəcəm. Hə. Uğraşacaqsınız. Aramızda belə bir dava keçdi ki, sən Silam. gözlə, mən sənin başına bir oyun açacağam. Belə bir şey demisən? Əvvəldə yəni onu təhdid elədin. Yox, dedim mənə bacara bilmərsən. Sən mənə dedin, indi sən baxarsan. Al bakalım. Mənim Al media bakalım gücümə sən. inan. Dedim baxarsan. Onlar da deyir ki, biz bu qədər gözləmirdik. Neçə adam mənə dedi ki, sən onlarla bacara bilmərsən. Dedim, bacararam. Bəs Qərənfil xala, bu ilk başlarda bu Vuracağız. videoları çəkməyə başlayanda, hələ biz sənin videolarını çəkmədən də baxırdım belə keyfim pozulurdu ki, mən bu videoları çəkirəm, amma boşu-boşuna da heç yerə gedib çatmır, eləmir, işimi həll eləmir. Hə, pis olurdu. Pis olurdu. Amma yenə də davam eləyirdin də, deyirdi ki, şaq-başaq buraxırdım mən. Əndə var hel həsən. Bir gün də gəldim, bizon qabı yığmadana gələndə idi də. Görürəm bizon qabı yığım. İşte hər şey orada başladı. Hə, saat 3-dür. 4 işləmiş, gəlim gördüm Şahindir, Seymurdur, Dədəli Füleyim, məsələn, girdilə qəbirstanlığa, Xamar sahibinin evindən. Sən orada dəli oldun ki, Bəs sən qəbirstanlığa onların dalınca getdin, yoxsa? Onlar dalınca yox. Onlar özləri bilər. Sadəcə qərəfli öyün yandıracağam, nə bilim, nə eləyəcəm. Bizə əsasən... Bəs gecə qaranlıqda qəbirstanlıqdan qorxursan? Yox, mən heç nə qorxu yox. Qaranlıqda qəbirstanlığa gedə bilərsən. Gedərəm qəbirstanlığa gedib. Gedib yatarım qəbirstanlığa. Biz getmədik. Bəs nətər o Qərənfil xala? Şeyə gedirsən, nədir, qəbirstanlığa, liftdən qorxursan? Yox, o liftdən ilişib qalasan, amma qəbirstanlıq bir yana cibinlə çıxarsan. onsuz da gedəcəyimiz yerdə. Hə, adamlar qorxu yoxdur. Təşəkkürlər Cəmal Sürəyya. Yox, keçən dəfə biz gedəndə sən çox fəlsəfi vurğular edirdin ora ki, bəs şeydir. Onsuz da yatıblar da, ölülər də. Abdüləy Çoban kimi Onların karıları var. Bəs Qərənfil xala, biz neynəsək? Söyərsən. Sən bizə söyərsən. Heç nə söymərəm. Laf neynəsə İnsan oğluyuq da indi biz bəlkə belə sənə yaxşı görünürük, bəlkə bir gün sənə nəsə pisliyimiz Ördəyi deyil. oğradıq. Oğruyası halal xoş. Heç cürə şey eləyə bilmirik. Təşviq eləyənmir. Ördək əti dadlı olur. Belə də iş yox. Məncə qaz əti. Aralarla yerlər yaxşı. Qaz əti daha dadlı. Yeməmisən qaz. Ördək əti yeyənlərdən bu komment eşitmişəm ki, ördək ətindən palçıq dadı gəlir. Belə bir şey Hə, eşitmişəm. düzdür. Və onda niyə bunun Bu qədər dava? Məncə baxır necə bişirilir də Tərlan. Yəqin ki, Pekin ördəyindən palçıq dadı gəlmir. O portman. Məncə də Pekin Yox, Yox da qardaş, var, mən bizim ördəklərdən Bakı ördəyi də yeyir, İsmailli ördəyi də yemişəm. Ördəklərə salam. Onda ördəyin özündən soruşaq. Çöl ördəyi sortundan. Ən xoşladığın yemək nədir Qərənfil xala? Məncə fərqi yox, nə olsa.
Yenə də var da bir şey Ən ki, xoşdadır. Fark etməz Pomidor adam yumurtadır deyə. həyatda. pomidor yumurta. Hə. Qəşəng. Feyazi Bir ilə də- sən lap yaxında Bizə olsun. satıska yumurta. Rahata tənbəl malıdır. Gözü Tənbəl karı işi. Sən tənbəl deyilsən axı, sən qoçaqsan. Sən otaq tənbəl malıdır da. Hə. Bağda işləyəndə gətirirdi da. Orada yemək gəlirdi bizə. Evə getmirdi. Yəni Business lunch gəlirdi. hər gün. hə, mənə gözləyirlər ki, mən rayona qayıtım, yenə gedim alma yalmağa. Yəni insan çox yaxşılıq elə Bəs yaxşı, bir dənə bir şey deyim. Risk bir dənə qəbirstanlığa girsəz və görsəz ki, orada lift var. Seymur da qaçıb o liftə girir. Yox, qəbirstanda lift olmur. Olsa da bir də. Heç nə bilmərəm, dala qaytaram. Onda bir dənə göy adamı göndərək. 1, 2, 3. 3. Göy adam getdi. Zaman geriyə Get, get, aksın. Hadi. Hadi Hadi. gidelim. Hadi git. Hadi uç buradan. Uç bu. Göy adam getdi. 1. Lüt gəlir. Götünə bax hələ. 1, 2, 3. Ödə lüt gəlir. Həqiqət bax. Ay qulağım Vay düşdü. kulağım fə. düşdü. Düşdü deyə. Abadokdur. Qutqavı çıxartdasan Fərid. Abadokdur. Qərənfil xala, bizim öz adlarımızı bilirsən bəs. Belə də. Yəni. Tərlan bilirsən. Bəli. Fərid. Hə. Orada bilirsən. Sonra Tərlan, İsmail. mən bilmərsən, mənim adım yadda qalan deyil. Yox, çətindir. Ən çox da bu sən. Onda mənə elə ya Təbriz denə ya da Şahin denə. Yox, yox. Semicenko. Onda gey denəm mən. Yox, niyə deyirəm? Söv lan bana, sövüşdü. Mənim də adım Bəyazitdir Qərənfil xala. Amma Bəli. Turalı Məmməd bilir. Bəzi deyə bilərsən. Hə, Turalı Cumhur. Bəyazıt qəşəng adım var. Təşəkkür edirəm. Bəyazıt. Demək ki, həqiqətən də qəşəng adım var da. Onun Qulağını yanında. Bəyazıt. Nə bəs belə olsun. Hə, bəs Şəpit deyir. Bizə bir maraqlı Bizə bir hadisə şey danış da anlat. həyatında. Bu yaxşı bir hadisə. Məsələn, bu O- adətən sən hə, pis qəhrəmanlar hadisələrdən haqqında danışırsan, danışmaq olar. Hə, onları Hə, ücret adətən unudaq. pis hekayələr bilirik. Bir dənə yaxşı hekayə və eşidək. Ki Yaxşı məsələn, hekayə nə danışım, nə deyim, bu qədər çox olub ki həyatda. tək Yəni yerdə ən- olsun. Birini Ən bir seç sevindiyin, birini. ağlında belə çox qəşəng Bir yer günə eləyən beş bir ay hekayə. Vallahi eləncə bir hekayə həyatımda belə bir göz açıb bir elə bir yaxşı hekayə görməmişəm. Bayaq dedin bu. Həm də gəzməyə getmişdin harasa tutalım ki. Hə, gəzməyi xoş deyirəm. xoşlayırsan. Hə, gəzməyi çox xoş deyirəm. Doğrudan. Vallahi. Bəs İsmail xarici yəni. ölkəyə çıxmısan heç? Yox, ora yox, Azərbaycandan qırağı yox. Amma aviases.az Gəlmişəm. Onda bir gün gələk səni götürək Qərənfil xala. Hara istəyirsənsə gedək oranı gəzək. İsmaildan çıxaq amma. Hə, nə deyirəm, problem yoxdur. Gedək hardasa qəşəng kababzad çəkək. Hə, problem yoxdur. Nə vaxt istəyirsiniz? Seymur gillə götürək. Ha, onu yox, onu yox. O gün reklamlarda gəlib bunları da çəkmişlər də. Onda Hə, onlarsız, liftsiz, Liftsiz, hə. Lift yox. dümdüz sahə, qəbirstanlıq da olsa, Geylər yox, tad ağrılar verməz. yox. Hə, qəbirstanlıq da olsa da. Bir qəbirstanlıq da olsa. Qəbirstanlığa baxan otel zat təbii. Manzara. Qəbirstanlıqda otel olmur axı. Yox, elə bir manzara. Taparıq. Hotel Transilvaniya. Azərbaycan. Mahmet yadımda düşəcək güləcəm. Bu arada şeyə də təşəkkür eləyək. Qərənfil xala ilə gedib bizdən əvvəl video çəkən qardaşın adı nə idi? Qardaşın adı Bla- amma Blahit. səhv Bla White. Blahite. Blahit. Kombin eləyən. Blahit Blahit. oxuyurdum. Blahite. Blahit. Nəsə adım Nəsə Neysə, hə. nəsə. Bilmirəm, adı yadımda. Ona da təşəkkür eləyək. Çünki o Təşəkkür. getdi, biz ondan sonra cəsarətləndik. Qardaşdan da yazdıq, soruşduq. Çox sağ ol, təşəkkür edirik. Blahit. Sağ ol. Bu arada ona eləmişkən Vüqarixsə də bir dənə elə belə Elə belə hə, təşəkkür Vüqarixsə də Vüqarixsə də təşəkkürlər. təşəkkürlər. Salamlar. Salamlar. Direlimizlə bağlı. Bəs ən sevdiyin məşhur kimdir Azərbaycanda? Müğənnidən, zaddan. Ən çox sevdiyim qəşəng müğənni Azərbaycanda Elnarə Abdullayevadır. Elnarə Abdullayeva. Pəncərəmdə pəncərəmdə. Elnarə Abdullayeva. Oraya heç kim soyadı ilə xitab Hə. edən. O deyil. Neçənci il təvəllüdlü onu bilmirsən amma. Hə, yox. Olur Rasim Özgür Müzəffər. kimdir? Mən uşaq imkan vermir. Uşağa bax. Ördək dodaqlarına. Şahin dodaqlarına O oxşayır. deyil, Nara Abdullayev hansıdır? Elnarə Abdullayev Şamaxlı da müğənni Elnarə Abdullayeva. Al yox ya səhv Ala oxuyur. hər Başqa yerlərdən halda. aldım. Mən Sorry. deyirəm axı Hə, ezbərə. bu. Hələ deyək Hə, hə. hə, muğam oxuyur. Ha ha. Bəli, sorry, bu sorry. pəncərəndə Onda olmadı. ev yaxın. Onda Amma qəribə. Yenə də Elnarəyə Onda də salam. pəncərəmdə. Pəncərəmdə.
Pəncərəmdə Qərənfil xanım ancaq muğam playlisti. mənim bağlı. Dedi muğamı ən çox sevdiyim muğam. Bəs hansı muğamı çox sevirsən? R&B muğam. Ən çox sevdiyim ana muğamını oxudum. Ana muğamı. Ata ana muğamı ən Saat sevdiyim ikidir. həyatda. Yo, o 7 muğamın içində bəs hansını ən çox sevirsən? 7 muğamın 3-ü Azərbaycandadır. Yəqin ki, ana muğamıdır. Ana Oburluq. Ha, oburluq nədir? Oburluq. Şəhvət. Bəs qulağı Kürt tərs pedo. taxmısan. Qulağı tərs Zor pedo. taxmısan. Şəpdə oxşur qardaş. Hə, qulaq de. Ay öldüm. Qərənfil xala, şeylə bağlı dərəklər yazırlar. Sən kilonla bağlı deyirlər ki, Qərənfil xalanın kilosu Yaşını Yaşı- bilirəm. Yaşına Yaşım görə- 49, 77 təvəllüd. özünə yaxşı baxırsan. Mən belə də. Əvvəllər çox fikir eləyirdim. Üzün də çox- qəşəngdir. Üzün çox qəşəngdir. Hə. Əvvəl mənim lap cavan vaxtım qəşəng olub. İndi də qəşəngsən Qərənfil xala. Qəşəng gününüz olsun. hə, olub. Gülər üzsən. Orada da deyirlər ki, elə söz deyir o gülür İspeysə. Belə olmaq Elə lazım. mimkas elədi. Ya belə olmaz. Yo, ümumiyyətlə, hə, mimkan, gülər üz mimkan var yəni. Hə, həqiqətən gülməyin də gələrdi orada. Görürdüm. Hə, elədi. Biri düz qoyanda ki, dedilər ki, qalınçaqkən belə qıpqırmızı oldu və güldüm. Hə, baxdım ki, biraz belə tanımısan falan, amma yaxşı eləmsən. Nəs, yaxşı gün olsa, vecmə də gəlmədi daha sonra. Bəli. Ücə heç nəyə vecinə var almırsan Daha deyəsən. vecmədə Hə. nə olur olsun. Əvvəl 5 çox- günlük dünyadan da Ay, 2 bazara yes. Ancaq düşür. elə qəbirstanlığa gedim, gəlim. Vallahi hə, deyə həzrə qəbirstanım. Mənim yedib gəlir. Ördəklərdən də imtina edirəm. Həzrə Hə. nədir? Niyə həzrədir ora? Həzrə deyirlər də bütün cəmaatına basırlar da, yəni ölənləri. Yəni Onda Bir zor gündə 4 sözdür. dənə, 3 dənə. həzirə yəni Həz- nə mənaya gəlir ki? Həzrədə adı öylədir. Nə burada Bakıda demirlər filan qəbirstanı, filan qəbirstanı. Hə, adı prosta həzirə Hı, hı. gəlir. Həzrə gəlir. Bəs Qərənfil xala, bu bizon qabı yığmaqda nə qədər pul var ki? Nə qədər bizon qabı yığanda nə Kilosu qədər? 1.30-dur da. Yığdım, Kilosu satdım 1.30. da, 11 meşok satdım, 34 manat pul elədi. Nə ucuzdur. Bu əslində Avropa Gəlib sistemidir. qapıdan. 1 kilo təxminən neçə Hə. dənə yığmalısan? Sent kimi qayıtsın. Axı 11 meşok yığdım, neyri 10 meşok yığmışdım axı. Elə olur da. Bilirəm. Hə. Bir dəqiqə, 11 meşoq 34 manat. Kilosu 1.30. 1.30 kilo. Gərək onda İsmailli full bizon etsin. İçirlər amma. Gördüm Çox ki, idi, içirlər. gedirdim yığırdım da. Kafelərdən də yığıb verirlər də. Kimsə elə bir zibil atmasın da hop ver bura. Hə, kafelərdən də yığırım. Qərənfil xala, səndən yəqin ücə qorxurlar biraz. Hə. Kənd Media zamanında. gücündən. Hə. Media, Biraz media sinirli. patronu. Bilirlər İsmail ki, də yəni- gəlir. Ora space-ə gedəndə lap çox silirlər. Hə, hə. Ki Həqiqət çarşı. şalvara verirlər, hə. Ki birdən gedib video zad çəkərsən. Hə, yox, daha şeylərlə qorxurlar, hə. Mən də demişəm da, dedim ki, kimliyindən asılı olmayan nəsə şeylərdə bir də yerdə xırt. Amma yəni sən durduq yerə eləmirsən də dediyin kimi haqsızlıq Məni- görən Kim əgər sən Hə. ördəyi oğurladı? Ördək. Ördək Söyləməsin. bağlanır. İtini narahat elədi. İti hə, itmən. Bir itlərimi, bir itim, ölən itim ki öldürdü, meşələr kraliçası. Betmən sən də. Meşələr Belə- kraliçası. Hə, Şahin Əlağalı. Hə. Hə, onun nickname meşələr. Nadir Qafarzadə. Heç olmasa kralı denən də Qərənfil. Yox, yox, kral yox, kral idi, kral olmaq, Hə. kral isə. Kral Simbadır. Hə. Hə, ona krallıq yaraşmır. Bəs samavarın var evdə. Yox. Ay nə əsrim var, nə mənim, heç nəyim yox. Valla. Samavarın olsaydı gələrdik bir samavar Hə. qaynadıb içərdik. Sağ- Yaxşı, gəlsin. Ona qədər də. Samavar yox, samavar yox. Heç. Bəs o günlərim biz İsmaildan qayıdanda mənə arı vurdu. Bilirdim bunu. Niyə? Belə bir Düz faktor gözündən var. vurdu. Hə. Qərənfil xala. Ona da bir video. Niyə sonra? Heç nə elə orada girdik. Aptekdən bir şeylər aptekdən aldıq, nəsə mazlad vurduq. vurdu. Soyuq at Üzüm tutdu, suyu soyuq vurdu. vurursan, Arı şanı götürmüş. Nə vururam? Üzüm suyu. Üzümü mənə kimsə də dedi. Qaydana Hə, taksi üzüm şoförü suyu dedi kimsə. vurursan, bir də üzüm sirkəsi, o şişdirmir. Orada çox olur belə arı vurma. Mənim ümumiyyətlə Hə. bu temalar. Mənə də vurmuşdu. Tərlan zəng Mənə də var. elədi, soruşdu. Dedilər ki, məsələn, bunu vur. Mənə və yaxud da kiməsə vursa mən heç nə üzünə baxacağam. ChatGPT-dən soruşduq. Hə. Sıxırsan, Qardaş, çıxardırsana belə xəncər. Bax deməli bir nəfər dedi ki, zəng elədim bir nəfər. Mama zəng Amuda elədim. kal. Mamam dedi ki, deyəsən bal vur. Yox, bal yox. Sonra bir dənə başqa bir adam dedi ki, yaşıl soğan vur. Biri dedi Qaymaqla ki, vur. üzüm vur. Baxdım ki, mən Zafdır. biri dedi ki, qatıq vur. Mürəbbə oldu. Bu arı vuranda Tərlan 4 insan... cavab. Sən öncə bu boydaydın hə. 4 Yəni dənə də, yerdən hə. cavab alına kimi. Yəni də hə, mən nə bilim, yəni nə Arıda vururlar? bəxti var da. Arı həm də xəstəliyi çıxar da, vurur Çıxardı, xəstəlik. hə. Amma arı vurandan sonra da xəstələndi. Niyə? Mən bilmirəm. Düşmədi. Nəsə Vəba. xəstələndim, hə. Vəba. Qara. Özü hamının da birinci sözü bu oldu. O, qışın gün sən niyə arı vurursun? Aptekdə belə onu dedilər. hə. Arılar da oradan qışda nə edirlər bilirsən? Gizlənirlər Yoxsa? və girirlər günə. Şaxta Hə. vurdu. O yol üstü vurdu hə sən Tərlan. O Qardaş, elə o- evinə getirmiş. O arının məni vurmaq niyyəti. Sıca yox adam yəni. gördü. O arı, iş o oldu arı anca? maşının şeyinə qapıldı. Maşının Hə, hə. küləyində. Cərəyan. Aero nə bilim nəyinə qapıldı. Daha Aerobik.
Mən görürəm gəlib əlimlə vuram atıram, əzirəm ayağımın ata. Doğrudan. Xəşil eləyib. Çörək arası. Sən elə elədin ki, elə bil yemək bişirir. Xəşil, əzirəm də belə xəşil eləyirəm. Amma mən bir dəfə vurmuşdu Qızılqayada işləyəndə restoranda. Qarnımdan vurmuşdu. Bıçaqlayıb. Hamamda var, şişmişdi qarnım. Oradan. Deyirlər, deyirəm ağrıdan Allah. Deyirlər Allah saxlasın. Bəs o üzüm sirkəsinə də vurdu. Qatıq vurdum, onu da bilmirdim ora kimi. Sonra aptekdən dedilər ki, bundan vurursun. Mən də ən çox bilinən qatıq bilirəm. Qatıq ilanı Ən zarafasız zəhərləndin Bir şey qatıq, deyil, yandın qatıq. Zorsan qatıq. Mən İlan məsəl üçün zəhərini də öldürür o. Doğrudan. onu deyəcəydim. Mən ilan da vursa, ən birinci ağlıma qatıq gələr. Hə, qatıq. İlan vuranda İraq olsun, buradan sıxırsan, bağlayırsan, hardan vurubsa, qan işləmir. İlana qatıq yedizdirirsən. Deyirsən ki, ayıb olsun. Mən ilana video. mən Belə xoş şey deyirəm. gəldi. Xoş dediyim, əvvəl mən də qorxurdum. Doğrudan Valla qarşı. xoşum Mən gəlir. ən qorxduğum şeydir. İşdən qorxub ilandan qorxmaq. İlanı qoyursan, 2. başın ayağını ata, yavaş-yavaş tutursan boğazını, oynadirsən. Doğrudan heç Vallahi- eləmisən O onu. qədər. Doğrudan. Vallahi həyatımız doludur da. Onda biz Onda- gələsi olmadıq. Elə bilirəm oturdum yerəcə buna bax bir dənə. Baba belə. Aa. Üst-üstə gəzir. Qərəm- Amma yəqin balaca ilanlardır da. Osmanlı macunu Sən eləyirsən. ilanı stres çarxı kimi istifadə edirsən. Hə, valla. Deyir, o qəbristanlığa Bəs zəhərli ilanlardır. Zavuz qəbristanlıqda başqa Yox. nə edəsən Fərid? Hə. Vaxt elə keç. Qəbristanda güzələr var. Gürcə özü. Gürzə Buradan qorxuludur. bu arada Gürzələrə Gürzələrə də salamlar. salamlar. Hə, Qəşəng Gürzə, güzələr. bu arada yeməkdən Gürzə də, qəşəng qəşəng yeməkdir. yeməkdən. Gürzə haran yeməkdir? Qaxın. Qaxı Zaqatala bölgəsi. Hə, Bəzi- oralardan. Dirəli birdən götür arağa qərəm. Yo, yo. Hə, faracam, mən dirəmi Yo, verim. yo, yo. Dirəmə faracam. Sizləndir. Elə yerə qoy ki. Dirəmə O, faracam. götürmüşük. Vermirsiniz da. Bizə bir şeir dənənə qərəm Şeir falan. nə bilim. Qəşəng bir Bayaqlar şey qəşəng bir də. mövzu dedi, özü. Hə, zarafat qatıq məsələsinə gəlirdim ki, qatıq zarafatsız hər şeyə mən qatıq istifadə etmək istəyirəm də. Qatıq da yaxşıdır. Bəs bir dəfə mənim bir qrup yoldaşım süddən zəhərlənmişdi. O dedi ki, nəsə də həkimə zada gediblər. Mənə maraqlıdır ki, onda nə edəsən? Süddən zəhərlənmədə Sistem də qorxur. mədəni yudurtmağa kimi gedib çıxa bilir o. Pis şeydir süddən Yəni də zəhərlənmə. elə ki qatıqdan zəhərlənmisən də. Yox da, Yo yox. yo yo. Necə? Mən pomidor yumurtadan zəhərlənmişim. bir Bəlkə dəfə pendirdən kafedə. zəhərlənmisən. Pomidor yumurtadan. Hə, Sən kimə kafedə. Niyə? baxırsan? Pomidordan. Sən Pomidor yumurtanı yedim kafedə, gəldim, başladım ürəyim bulandı, ayağım. Bir dənə tez ilan vurardın. Emmi ilacı. Get qonşuya dedim, ölürəm, taksi çağırım, aparırlar xəstəxanaya gecə. Dədəm də düşüb qonşuya dedi, qızımı öldürdünüz. pomidor yumurtadan zəhərləndin. Deyirəm ki, gözlə birdən Kafedə qəbristanlığa yemişim da. də, kafedə. Nəsə ki, İlan. sistem qoşdular, gecə saat 2-də gəldim evə. Dədəm də deyir, hara getmişdin? Deyir, sən deyir, deyirəm ki, bəs zəhərlənmişdim də, deyir, bu da sistemin yeri. Axlı ismiş də, bilmirdi. Sonradan daha yıxıldı yatı işədim. Bəs itlər gəldi sən, Nəsə yanında dedin? nəsə dedilər. Sən şey nağıl olmusan qənimxal. O Şəhzadə və 7 cücə var. Tarzandır. Qərib xala, bəs pomidor yumurta bişirəndə pomidorun qabığını soyursan. Hə, bəs olmamış olar. Bəs pomidor yumurtanı belə biraz sulu xoşlayırsan, yoxsa tam Fərqi qurudursan? yoxdur, nətər olsa. Yenə buna da Hə. fərqi yoxdur. Yox, Fark yəni etməz abi. bir belə sulu Əsas olan quru yaxşıdır. Quru xoşlayırsan Hə. sən? Yox, mən sulu xoşlayıram sulu. qərib. Sən Mən də bir sulu. eləyim, Çəkər qaldı elə məndə. Hə, yox, aparacaq. Aparacaq deyirəm mən. Nə cavab vermərsiniz? Sizləndir. Siz özünüzə ümiddən qoyan yoxdur ki. Bəs mənim adım nədir? Semicenk. Yadından çıxdı Yox. Çətin sənin adın. Sultan, bir dənə sultan adı da özdə. Sultana. Yox. Bu ilə Meşələr başlayır. kraliçası. Bəyazit. Meşələr Qərib kraliçası. xala, dominoz Abi, oynayırsan, yəqin ki, sən rəqəmlərlə aran yaxşıdır. Yes. Hə, damını hani oynamıram, onu deyirəm. Nərd O bəs? evdə də var. Nərdim başım üçün. Evdə nərdim var. Dədəmin də gətirdi. Şimdi bir dənə o qalmışdı, qalan şeyləri oğramışlar kətdədə. And olsun, onu gətirəndə nə qədər dedilər, onu ver mənə dedim. ver. asayiş yoxdur. Orada qulluqxanadır. Dominon qəşəng oynayırsan yəni. Belə Onda də. gələndə domino oynayarıq. Gələn dəfə gəldi inşallah. Yox, bəs sən nə demək istəyirsən? Sən özün daha çox kontaktda olanda dedin. Teksti göstərdim belə. Qərəm xala bir dəfə belə baxdı, oxudu. İkincisində Hə, hə. şaqqa-şaq dediniz də, Hə, hə, şappa-şap hə, hə. deyirdiniz də bayaqlar. O qədər sevindim onda Hə. Qərəm xala. O qədər sevindim. Sizin yaddaşınız çox mükəmməldir. O nədən qaynaqlanır? Əvvəlki İlandan. İndi get-gedə o COVID-19-u vurandan sonra biraz zəifləyib. Hə, Doğrudan. vurdurmusan onu. Hə, onu adı da qiyamətlə el ayda işləyənə vurdular da. Heç qoymuram. Hansından vurdunuz? Bir dənəsini vurdum. Pfizer. Bir dənə vurdu. Sinovac yoxsa şey? Nə bilim axı burada heç bilmirəm hansından deyil. Vurdular, qaçdım el aydan çıxdım, 3 gündən getmədim işə. Hə, adamın halı pis. Ondan Hə. sonra deyirsiniz ki, Ondan sonra biraz zəifləyir. yaddaş Görsən, zəifləyir. deməli hamıda bir zəifləmə bir şey. Məndə də var, hə, El məndə adam də. var içindən axsamaq tutub. Elə adam var ki, çürdə çürümə gedir.
Şəxsən mən görmüşəm də kimlərin adını çəkərəm ki, qısında axsamaq əmələ gəlib, çürümə gedib, bu gözümün qabağında Hə, olur. onu çəkə bilmirsiniz adları. O kiməsə qorxdu ki, adım Hə, hə. çəkiləcək. Mənim bir qohumum öldü doğrudan. Nəsə bir o ilə də olur elə. Hə, bir dənə qohumlarla qaynadı. hə, bir hormonal nəsə xəstəliyi var idi da. Bəs Getdi qatıq vurdurdu. verərdin Elə bir də. səhər vurdu iynəni. Səhər yox, günorta 3-də Qatıq vurdu, axşam çatdırmayıb da. 6-da öldü. Bu qədər, yəni Tez oldu. hə də vaksindən olduğu bu qədər bəlli idi də, yəni. O yox, məsələn. vurdular bədbaxt. Bunun bir Neçə tıkıstı adam vaksini öldü. Bir o vurduğu bir də an ölməyi şeydə ki vardı. Koronada millət qırıldı koronada. Nəsə var idi, vaksinlə Bax, bağlı. mən Koronaya ayıb Bəs sən olsun. çölə zada çıxa bilmirdin şeydə. Onda necə Hə, İsmaildə vəziyyət qazancını necə hardan idi? əldə elədin? Korona Belə çölə qoymurlar, tuturlar, amma mən çıxana dəymirlər mənə. Vecimə Doğrudan. Vallah, dəymirlər. Axır mənə korona keçmədi. Bax, iynəni vurdurmamışdan qabaqda. Qərənfil xala, sən Sonra da keçmədi. Batman sən öncə. Yəni sənə qanun zad işləmir, Joker kimi nə Mən istəyirsən məcbur heç edirsən. nə Ha. Yox. Bəs Mənə yəni ki sözü üzə deyənəm. Mənim dədəm də elə şappadan deyir ki, bax budur. şapadan zor sözdür. Hə, şappadan budur. Şappadan. Hə. Yəni mən sözü özə deyənəm. Mənim çünki Firuzə xala əmizdirir, bibim gəldi. Heç yerdə ikinci Firuzəyəm. Mən də buranı salamlayıram. İkinci İkinci Firuzə. Yekaterina. Hə. Ay, Katerina demə pis sözdür. Yekaterina pis sözü. Hə. Niyə? Niyə? Yekaterina addır Yox, da. yox, Queen nə kraliça adıdır. Hə, Hə, yox, ona görə. Yox, yox. Sən Firuzə əmizdirib, Hə, deyə bilmirdi. annəm olub da Firuzə xala. Hə. Ramazan əmin. Süd ana. süd anan olub Süd yəni. anan, hə. Şudan nədir? O Süd gün annesi. şeydə də Dada Türkçədə cavab verim, əvət. Orada Rusda da. Çaşırdım da. Evet. Deyir ki, Amerikaçı deyir, evet. Efirdə Hə. Space. Dəqiq də Türkçədə də çaşırdım. da. Space-də türkün nə iş var? zarafat. Yox, deyir özünü çaşırdım deyir. Çaşırdım, cavab verirdim. Deyirsən ki, getsin böyük fırlatda işlə. Baxmamışam verilişə, amma Hə, orada amma bir deyəsən dəfədən qan burada- eləmisən. Mırta gedəcəm bir dəfədə. Hə. Getmə Qərənfil xala, pul vermirlər, bir şey Yox, elə eləmirlər. belə nə edirsən? mırta gedəcəm. Onda Qərənfil, sən şöhrətpərəsti nədir? Bu məşhurluğun həzz alırsan hə yavaş-yavaş. Hə, Ulduz bəli. xəstəliyi. Ulduz xəstəliyi. Hə, Zar- məşhur oluram. zar- Elə Qərənfil xala mövzu açdı. İstəyirəm bununla bağlı qısa bir müzakirə getsin. Ulduzlar. Süd anası. Bəli. Süd anası deyə bir şey var idi əvvəl. 2000-lərə qədər çox aktiv şəkildə süd anaları var idi. Artıq yoxdur. Pal süd. Artıq yoxdur. Süd annəsi. Bunun səbəbi Artıq hər kəsin südü süd şirkətlərinin Kəndlə. olmağıdır yəqin ki. hə. Yəqin ki. Yox, elə yox. Südlə bağlı problem yoxdur yəqin. O süddən deyil də, ana südü Onun başı maraqlı- var. Başqadır. Ana südü Ana südü həqiqətən başqadır. başqa. zaten. Əvvəl Ana məsələn, südünə salam. Durduq yerə deyirdilər ki, məsələn filankəsin süd bacısıdır. Hı. Durduq yerə çox dəxilsiz bir adam milk sənin bacın istər. olur. Əlavə bir qohum istəmirəm də. nə Və olar? çox Milk yaxın mama. bildin. Çox əlaqəsiz bir adam sənin bacındır. Yəni şey ola bilər, Niyə belə təsəvvür bir- elə. Çox adam mənə əmizdiribdi, deyir. Çox adamla süd var. Əflaki əmizdirib. Qonşum, dədəmin bibisi qızı. Firuzə xala əmizdirib. Sonra o birisi qonşu adını istəyir. Onda sən ona görə belə sağlamsan da Emizdirənlər Qərənfil. Hər tanda Rəhmətli biri də əmizdirib da rəhmətə gedir. Beni sevənlər. Hə, yəni şey. Onda arada Seymurla da bir süd. Yox da ya, qardaşlıq Seymur Allah olar ya. eləməsin. Seymur ermənidir. Hayır qardaş, bu süd anası teması var. Yəni o eyni belə ayıbdır da söyləməsi döşdən süd içmiş şey deyil, niyə süd? Bacısı. Ne həmin gün başlıq alıb. Banago mənə azad gəlib etsə də, eyni demə. şeydən, onda Banago Yəni, qardaş hə, olur. ay O sağ ol. vaxtda süd olanlar ana əmizdirəndə yaxşı sağlam olur. İndiki Allah nədir, nə süddür, nədir gətirir, hamı da xəstəliyə düşür. Rəngləndirici içeriyor ona görə. Nan, mən nan içmişəm uşaq vaxtı bu arada. Nan. Nan, Lan nədir? nan Yəni da yoxdur. bala o vaxt ki quru südlər olub ya. Hə, töküb qarışdırırlar belə. Hə. Nanla böyümüşəm. Özdə həmişə də uşaq vaxtı bunu şey eləyiblər, çikotka oradan gəlir. Uşaq vaxtı mən çikotka. Arada sümüylə. Nanla böyüyən elə deyirlər. Yox, sümüyün Nan. nazikdir da ona görə. Nazik də, bir də Sümüyüm, rəxtlik keçirdi bu uşaq vaxtı. Mən uşaq Qərənfil vaxtı xala. rəxt olmuşam. Boçqlı. Sonra Vaxtda belə qarın şeydir. qabağı, ayaqları. Tapçı, ilan baş çay. yekə. Bəs onu eləyəmsən? Qatıq verdi. Onun müalicəsi qatıq. bu arada dərman olub kesinlikle, amma qumla olub daha çox. Qum deyirlər, yumurta qabığı deyirlər. Biz Pomidor tərəf- yumurta deyirlər. Pomidor yürürəm. Əsas direllə deyirlər. Hamaq verirsin mən direllə. Kaş pomidor yumurta. Bax bu arada Bəyazit çox qəşəng pomidor yumurta bişirir. Bişirəcəm. Rayona gedəndə sən ocaqda pomidor yumurta bişirəcəm, yeyərik. İnşallah çox qəşəng bişirir və ondan sonra siz südlü nə Pomidor sulu yumurta. pomidor yumurta sevəcəksiniz. Pomidor yumurta qardaşıdır. Ay sağ ol. Pomidor yumurta. Eyni tavadan pomidor yumurta yediyin adam pomidor yumurta qardaşıdır. Bunu denə də. Orada Nəsə harasından denə də. başlayım deyim. Nəsə denən, hə, yavaş-yavaş denən. tamamlayaq. Qərənfil xalaya respekt at bir dənə. Qərənfil xala Qərənfil bizim xala- dostumuzdur. Qərənfil xala bizim dostumuzdur. Çox sağ olun, Siz də minnətdaram. sağ olun. Allah razı olsun. Sonra bir də denə ki, eyni qabdan yemək yeyənlər
bacı qardaşdır. Yox. 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 Pomidor temasında. Eyni tavadan pomidor yumurta yeyənlər pomidor yumurta bacı qardaşıdır. Hə, də, gözəldir. Uzun oldu. Eyvə, Uzun deyəcəm. olsan eyvə. Bu desin, Çalışacağam. heç nə demir bu yazıq. Eyni tavadan pomidor yumurta yeyənlər pomidor yumurta bacı qardaşıdır. İyir tapadan pomidor. Yanıltmac dedi. Möhtəşəmsən. Yaxşı, bir dənə də bir şey mən istəyə bilərəm ayrıca. Özbəklər tökdü dedə. Bəlkə onu Qərənfil xala Hə, desin. assa. Qərənfil xala onu belə yerə vur denən ki, özbəklər türkdür. Özbəklər türkdür. Alqış. Tamam, yaxın Seymur olanlar da sağ. oğru deyir. Bir şey haqqında danışmaq Ay istəyirəm. işte oğludur. Bizim Schrödingerin çamadanı haqqında danışmaq istəyirəm ki, izləyicilərimiz bilsinlər ki, bu çamadanın açılmağına çox az qalıb. Sadəcə bununla bağlı rəylərdə, belə deyim də, biraz canfəşanlıq göstərsinlər. Yoxsa bəlkə Emoji veclərinə deyil atmayın. artıq. Bəlkə veclərinə deyil. Yəni Amma məncə veclərinə də, yəni açmayaq, bu çamadan açılmasın, yəni. Bilməsinlər bu çamadanın içində nə Mən- var. Məncə Bu çamadanın içində artıq nə olduğunu mən amma bilmirəm, bilir, bəzi sən bilir. bilmirsən. Bəzi bilir. Bəs sən bilirsən? Bəli. bəzi Sən çamadan. bilirsən? Mən də bilmirəm. Mən də bilirəm. İkimiz Onu bilirik, siz ikiniz bilirsiniz. Hə. Siz ikiniz Onda siz bilirsiniz, biz çamadan niyə bilmirik? Bu çamadanın açılmağına çox az qalıb. Bu çamadanın açılmağına çox az qalıb. Həyəcan yarada bilmədin, elədir. Çox çalışdın. Yaxşı, Acın Qay, oldu. bir iki dənə demək istəyirəm şeylər. Ödül var. oyunu Hə. üçün Bir də sponsor da deyə bilərsən çünki. Dedik də dedik. Onu Onu demişik deməyinə. Bir iki Keçmədi dənə əlavə bəli. detalları deyim bəzi. İstəsən bunu kəsib qoyarsan Hə. da ara sıra. arasında YouTube-da bizi izləyərkən orada zınqrov var. Onun üstünə basın bildirişləri Xəyala açın ki, dalıram yeni başqa biz vloq zad atanda min izlənmə gəlir. Ayıb. Böyle o. ayıb olsun. Ayıb olsun həqiqətən. Yo, ayıb olmasın amma Zınqrovsuz, hə, yəni izləyin. şey izləmirsiniz də bizi. Zınqrovlu ilan. Subscribe olmamısınız, zınqrov şey eləmisiniz. Sonra Instagram, TikTok nə qədər akkauntlarımızı şey zəhmət işlədir. olmasa bəzi bura eləyərsən. Qoyarsan Dostlar, bura. bir 5 dəqiqə ayırın hamısına tək-tək. Qoyarsan bura. Yo, amma Ora girin, subscribe Qoyarsan. olun, zəhmət olmasa. Hətta bizə screen atın ki, oldum. Yəni Instagramdan mesajları yollayın ki, oldum. Hə. heç nə deyil. Hə. Bunları eləyim. Kofealla bağlı hal-hazırda Hə, bilmirəm. gözəl. Kofealda gözəl. problemlər var ha. Yox, Kofealda deyək onu. Denən. Yəni hansını? Qərənfil xala ilə bağlı Hə. olanı. Biz Kofeal linkini yenə qoyacağıq bura, təbii ki. Kofeal linkinə bizə göndərəcəyiniz bütün o hədiyyələr, yardımlar hamısını biz Qərənfil xalaya verəcəyik. İnşallah o da qəbul edəsə. Eləyirəm qəbul. Hə, gözəl, Eləməsə gözəl. problem Hə, yoxdur. inşallah problem çıxsa da göndərmək istəyənlər bizə Instagramdan yazsın, biz Karta sürətlə, da. hə, sürətlə Yox, həll olmaz. eləyək də. Yəni 50 eləyək. Hə, Bu arada kofelerimizin qiyməti 1 manatdır. 1 manat nə olan şeydir? Düzgün atın. Düzgün atın. Yəni hə. dostlar, bu nə atsaz, hamısı Qərənfil Bu xalaya ay boyunca gedəcək. nə vaxt deyək? İndi, hə? Bu bölüm paylaşılandan 2 həftə boyunca. 2 bölüm, hətta 2 bölüm. Necə deyirik? Tam bilmədim şeyi. Biz stop deyənə kimdə? Bu bölüm çəkiləndən o biri bölümə kimi, o biri bölüm paylaşılan. Ən azından. Hə, Bir şey hə, deyəcək ki, bundan sonra bizə gəlir. Hə, Ay, sağ ol, hə. indi əsasən də bizim o Qərənfil xalanı Bunu eləməyimizin səbəbi nədir? Onu biz desəm. Qərənfil xalanı sevirik, ona görə bunu Həm ona hədiyyə görə, eləmək istəyirik. həm də insanlara da bir fürsət yaradaq Yes, ki, yes. əgər İnsanlara kimsə gözəl yardım örnək eləmək olmaq üçün. istəyirsə, Çünki çox yazanlar Dediz da var. güldüz idi. bəsdir. Hə, Artıq hə. Qərənfil xalaya yardımın çox belə vaxtıdır. deyənlər var idi. Bu arada ayrıca da Qərənfil xalaya təşəkkürlər ki, bizə yox, bir 13 min, 14 min izləyici qazandırdınız. təşəkkürlər bizə. Təşəkkürlər. Çox gözəl ssenari yazdığınız üçün. Həqiqətən mükəmməl bir dönəm oldu Zarfas. Çox Gözəl. əyləndik. Qəşəng əyləndik, Hə, çox hamımız əyləndik. qəşəng. Taçlandırdıq. Hə. Bu onu taçlandırma bölümü. Özümüz üçün əyləndik yəni. İnşallah söz verdiyimiz kimi də proyektlər olacaq. Olacaq. Gələn İnşallah. dəfə də lap bundan da qəşəng olacaq. İnşallah. İnşallah. Qoysa. Sağ ol gəldiyin üçün Qərənfil xala. Əziyyət verdik sənə. Xoşdur, xoşdur. Əziyyətdir, xoşdur. Növbəti proyektlərdə görüşənədək. İnşallah, Allah qoysun. Sən bizim dostumuzsan. Çox sağ olun, minnətdaram. Allah sizdən razı olsun. Sağ Sağ ol, ol, sağ ol. sağ ol. Bir də Tamamlayırdıq. Nəysə, okey, yaxşı denən. Mənim bir dostum var, Amerikada yaşayır. Hə, bu gün Virginiya mövzudur. idi. Hə, bəlkə bunu açmayım burada. Gələn dəfə deyərəm. Məncə. Hə, Hə, fisyonda. o mövzu dəlmə. Vəsiyonda tamamladıq. Hə, çox Sağ ol.